Bəzən olur ki, şagirdlərin özlərinə zarafatla deyirəm ki, bala, sən bu sinifə qədər necə gəlirsən? Sən necə 7-yə, necə 8-ə, 9-cu sinifə gəlib çıxmısan ki, vurma cədvəlini bilmirsən. Əziz valideynlər, uşaqlar, vurma cədvəlini bilmirlər. Bu bir həqiqətdir. Bundan üzləşin, xahiş edirəm. Və ibtidai sinifdə təməli olmayan uşaqdan yuxarı sinifdə, yəni riyaziyyatdan bir şey gözləməyin. Təməl nədir? Təməl toplamadır, çıxmadır, vurmadır, bölmədir. Təməl nədir? Tənlikdir. Təməl nədir? Ortaq vuruğun mötərizə xaricinə çıxarılmasıdır. Məsələn, AM plus AN. Ortaq vuruq nədir? M plus N. Burada uşaq ortaq nə olan şeydir, onu bilmir. Yəni, təməl bilgilərinizi ibtidai sinifdən götürürsünüz, əziz şagirdlər. Məsələn, bu il 9-cu sinifdə uşaqlar sırf hesablama, vurma, toplamanı düzgün eləmədiklərinə görə, vurma cədvəlində çətin çəkdiklərinə görə hesablamaları sona çatdıra bilməmişlər. Və yaxud da tənlik, məhsul olan bərabərliyi tənlik deyir. Biz bunu ibtidai sinifdən bizim beynimizə yedirlər. Amma uşaqlar tənlik bilmir. İbtidai sinifdən öyrənilən bir şeydir. Bir məhsulu tənliyi bilməyən uşaq gələcəkdə xətti tənliyi bilməyəcək, funksional tənliyi bilməyəcək, kvadratik sistem tənliyi, loqaritmi tənliyi, bunların heç birini bilməyəcək. Eləcə də ortaq vuruq. Bu il 9-a 3 sənə tənlik düşmüşdü. Ortaq vuruq yazılmışdı. 9A üstəgəl KB bərabər 9A üstəgəl B. Burada K-nı soruşurdu. Burada ortaq vuruq nə çıxardı? 9. Deməli, B-nin əmsalı 9'muş. Yəni, K necəymiş? 9. Yəni, bunu uşaqlar yaza bilməmişdir. Sözümün canlındadır ki, əziz valideynlər, ibtidai sinifdən uşaqlarınızın riyazi təməlini bərk edin ki, gələcəkdə də çətinlik olmasın.